Bugün əvvəlki illərdə magistraturaya qəbul imtahanında düşmüş suallarla tanış olacağıq. Gəlin indi baxaq, birinci tapşırıqdan başlayırıq. I ask two people, iki nəfərdən söhbət gedir. İki nəfərdən söhbət gedirsə, nazə doğru ola bilər, iç doğru deyil, sam doğru deyil, azə da doğru ola bilər, boz da doğru ola bilər. İndi baxaq, mən iki nəfərdən stansiyaya gedən yolu soruşdum, ancaq kömək edə bilmədi olacaq heç biri. Yəni onların heç biri ancaq varsa ziddiyyət bildirir. Deməli A variantı. D variantı ikisindən biri kömək etdisə niyə ancaq desin? Boz hər ikisi kömək etdisə ancaq olmaz. İkinci tapşırığa baxırıq. Got ready sözünün sinonimini tapırıq. Burada tərcümə olaraq da yerinə də qoysaq söz olaraq hər birini, ancaq uyğun B olacaq, B variantı. Yəni öz əşyalarını paketlədi, hazır vəziyyətə gətirdi. Üçüncü tapşırığa baxırıq. Complete the sentence cümləsi var və sonra bağlayıcı hissələrini görürük. Əgər belə complete the sentence varsa və bağlayıcı varsa, ilk növbədə yadımızda saxlayırıq ki, söz sırası pozulmur. Yəni biz burada sual cümləsi düzəltmirik ki, məsələn, B variantında has qarşıya keçsin, C variantında was qarşıya keçsin, D-də will. Bunlar səhvdir. Qaldıq A ilə Y variantı arasında. Baxırıq, deməli söz sırası doğrudur, mübtəda xəbər ardıcıllığına əməl olunub. Ancaq səhv nədədir? Would time present perfect işlənməz. When the would time present perfect işlənməz və cavabımız A-dır. Dördüncü tapşırıqda isə logically, yəni ki, məntiqi ardıcıllığı tamamlayırıq. If your friend is going for a job interview, you should. Əgər sənin dostun intervyuya gedirsə, sən gərək nə edəsən? Laqeyd olasan, indifferent, xeyr. Onu ora getməsinin qarşısını alasan, discourage, onu ruhdan salasan, ona uğurlar arzu edəsən. Y-də isə yəni paxıllıq hissi keçirdəsən, səhvdir bunlar. Növbəti testə baxırıq. Choose the correct variant. Burada biz tək question'ı tapırıq. Baxın bu hissə haven't got. Bura inkardadırsa, digər tərəfdə təsdiqdə olmalıdır. Məsələn, didn't ümumiyyətlə olmaz. Have you olar. Çünki mübtədamız nədir? Burada mübtəda ay olduğuna görə, yəni soruşur ki, sən də, bəs sən, ona görə də tamamlayanda sual formasında C uyğun gələcək. Bizdə olmaz. Çünki birinci tərəf özü haqqında məlumat verir. Digər tərəfdən də, ikinci tərəfdə də söhbət məndən gedir. Deməli, sən olaraq sual vermiş isə, o da cavab olaraq məni istifadə edir. We olmaz burada. Altıncı tapşırıqda purchase sözü var. Purchase ümumiyyətlə nə isə almaq mənasında işlənir və burada biz antonimini seçəcəyik. Ona görə də doğru cavabımız C-dir, sold. 7-də choose the correct negative sentence. Negativ cümləni tapırıq. Məsələn, A variantında nazə və nur. Negativ cümlə deyir, inkar cümləsi. Ancaq biz nəyə də diqqət edirik? Mübtədanın xəbərin uzlaşması. Azə or, nazə nur. Bunlar mübtədanın xəbərlə uzlaşmasında ikinci tərəfə baxırıq. The teacher təkdədirsə burada V olmaz. B variantında yenə the teacher varsa V olmaz. Üstəlik not da işlənib. Tamamilə səhvdir bir cümlədən ki, inkarın işlənməsi. C variantında the teacher was pleased. Bu doğrudur. Saxlayırıq bunu. D variantında yenə V işlənib, Y variantında V işlənib, deməli C variantı doğrudur. Baxırıq 8-ə. 8 propositionla əlaqəli bir sualdır. Burada bizdən doğru söz önünü tapmasını istəyir. Deməli, burada nöqtələr var, 2 nöqtə var. Yanğın söndürülüb kim tərəfindən, işi kim icra edirsə, canlı bir insandırsa, onun qarşısında by işlədirik. Amma nə iləsə olursa, burada da with işlədilir. Ona görə deməli yanğın söndürənlər tərəfindən su ilə söndürüldü və cavabımız burada C olacaq. 9-a baxırıq. 9-a this week-ə sual verməliyik. Məsələn, sual veririksə, niyə ay qarşıya keçir? Burada birbaşa when-dən sonra işlənməli idi köməkçi feil. Yenə ayı çıxırıq burada. Sonra when-lə present perfect işlənməz. When-lə present perfect işlənməz. B variantı doğrudur. Baxmayaraq ki, cümləmiz present perfect-dədir. When işlənirsə, biz onu keçmiş zamana çeviririk. Çünki present perfect when-lə və what time-lə işlənməz. 10-cu cümləyə baxırıq. Deməli, burada cottage-dən söhbət gedir. Cottage bir məkan bildirir. Place of the cottage. Biz burada nəyə diqqət etməliyik? Baxın, when-lə in işlənməz, səhvdir. Which işlənər, amma burada yer bildirirsə, qarşısına in which və yaxud da cümlənin sonunda in olmalıydı. Ona görə 2 də səhvdir. We stayed in ola bilər. Baxın, mübtəda işlənib, xəbər işlənib və yer bildirən proposition işlənib. Tam olaraq bu cümləni əvəz edir. Bu doğrudur, bir doğrudur. Və digər tərəfdən məkan bildirirsə, yer bildirirsə, V-yə də doğrudur. 1-3 cavab Y variantı.